Salam. Bugünkü buraxılış imtahan suallarını nəzərdən keçirək. 5-ci suala baxaq. The art club will meet on Tuesday after school in room 202. İncəsənət klubu ikinci gün, yəni çərşənbə axşamı məktəbdən sonra 202-ci otaqda sizinlə görüşəcək. The purpose of the meeting is to discuss ideas for the new project. Bu iclasın məqsədi sizinlə yeni proyekti, yeni layihəni müzakirə etməkdir. İdeyalar. The members of the club must bring their equipment. Klubun üzvləri öz alətlərini gətirməlidirlər. Yəqin ki, belə daha yaxşı görürsünüz. Everyone is welcome. Hamını xoş gördük. Not all the club members can take part in the meeting. Bütün yazmaq istəyirəm üzərində. Bütün klub üzvləri iclasda iştirak etməyəcək. Niyə ki, hamını dəvət edirəm. Burada istisna yoxdur. Getdi. B-yə baxır. The club meeting will be held before classes on Tuesday. After school. Before yox, after'dır. B-getdi. C-yə baxır. The art club members are going to share opinions for the new project. İncəsənət klubunun üzvləri fikirlərini, yeni proyekt üçün olan fikirlərini paylaşacaq. Digər variantlara baxaq. The meeting place of club members is unknown. Klub üzvləri bilinmir. Niyə ki, art clubdan söhbət gedir. The members of the club must bring the equipment. Okay. There is no need to bring any equipment. İyidə səhvli, bəli, düzgün cavabımız C-dir. 6-ya baxırıq. Looking for a fun way to learn English. İngilis dilini əyləncəli öyrənmək üçün yollar axtarırsınız. Come to the classes in our language center where you can speak, listen and make new friends. Dil mərkəzinə də olan dərslərimizə qoşulun. Siz orada danışa bilərsiniz, qulaq asa bilərsiniz və yeni dostlar əldə edə bilərsiniz. Join today. Bugün qoşulun and get special discount for the whole year. Və bütün il üçün endirim əldə edin. Students can get a discount if they bring a friend. Dostlarını gətirərsə discount əldə edəcək. Xeyr, ümumiyyətlə deyir. Discount endirim deməkdir. Discounts are available only for speaking classes. Xeyr, yalnız speaking dərsləri üçün deyil. Students are offered free classes in the center. Pulsuz dərslər, pulsuz yox, discount deyir. Buna oxşar bir test işləmişik. Yəqin keçən dəfəki sınaqdaydı, buraxılışdaydı. Language Center offers an enjoyable way of learning English. Language Center offers an enjoyable way of learning. İngilis dilini əyləncəli, enjoyable, zövq alınan kimi təklif edir öyrənməyi təklif edir. Students can get discount if they join tomorrow. Xeyr, cavabımız zibəndir. Bəli, düz yazıb bunu yazan. 7-yə baxırıq. Hello everyone. Salam hamı. Hamıya salam. There will be a school trip to the museum on Thursday. 4-cü gün, yəni cümə axşamı məktəb səyahəti olacaq muzeyə. Please don't forget to bring your student ID with you to take the advantage of special offers. Zəhmət olmasa tələbə kartınızı götürməyi unutmayın, çünki orada xüsusi üstünlüklər təklif olunacaq. Come and meet in front of the school before 9 a.m. Saat 9-dan əvvəl gəlin və məktəbin qarşısında görüşək. The museum is open for the school trip at the weekend. Xeyr, sözdə deyir axı, həftə sonu yox. Həftə içi. It is planned to meet students after 9 a.m. Before 9 a.m. deyir axı. Ona görə bir də səhvdir. Students will meet at the back of the school. Məktəbin qarşısında görüşəcək, arxasında yox. Students must bring their IDs to get special offers. Yenə də variantlara baxaq. The meeting place for the museum trip is the school gym. Xeyr, cavabımız D-bəndir. Mətnə keçək. Bir dəqiqə. The Special Olympics is a huge success story. Xüsusi Olimpiya uğur hekayəsidir, böyük bir uğur hekayəsidir. It is a series of sporting events held around the world for people. Bu dünya ətrafında olan, around the world for people with learning difficulties. Öyrənmə çətinliyi olan, dünya ətrafında olan insanların
idman eventlərinin, hadisələrinin təşkil olunduğu bir yerdir. The Special Olympics World Games are held once in every 2 years. Xüsusi olimpiya oyunları, dünya oyunları ildə 2 dəfə keçirilir. In every 2 years. Once in every 2 ildən bir keçirilir. There are the Special Olympic Winter and Summer Games. Xüsusi olimpiyadanın qış və yay oyunları olur. It all started with Dr. Frank Hayden's idea. Bunun hamısı Dr. Frank Hayden'in ideyalarıyla başladı. Dr. Hayden was a special education professor in Canada. Dr. Hayden Kanadada xüsusi təhsil professorudur. Fizika üzrə xüsusi təhsil professoru idi. He says that doing exercise and could be useful for people with learning difficulties. O deyirdi ki, öyrənmə çətinliyi olan insanlar hər idmanda yaxşı ola bilər. He first asked the Canadian government for help to organize a sports program, but he got little support. O Kanada hökumətinə kömək üçün müraciət etsə də çox az kömək aldı. Then he went to America and asked Rose Kennedy for help. Sonra Amerikaya gedib Rose Kennedy'dən kömək istədi. She was a rich and powerful person. O çox varlı və güclü insan idi. She quickly agreed to help Dr. Hayden with money. O tez Dr. Hayden'a pulla kömək etdi. So they created the Special Olympic in the 1960s və o 1960-cı illərdə xüsusi olimpiya yaratdı. In 1968, the first Special Olympics was held in Chicago. 1968-ci ildə ilk xüsusi olimpiya oyunları Chicago'da keçirildi. Not many people knew about it, so there weren't many participants in the first Special Olympics. Bu haqda çox az insan məlumatı vardı və ona görə də xüsusi olimpiya oyunlarında çox az insan iştirak etdi. However, this was a very good start. Baxmayaraq ki, bu yaxşı bir başlanğıc idi. Since then, the Special Olympics has developed and inspired many people. Və ondan sonra xüsusi olimpiyalar inkişaf etdi və insanları ruhlandırdı. What's the passage mainly about? Mətin haqqında idi. Successful participants of Olympics, olimpiyanın uğurlu iştirakçıları. Xeyr, axı dedik ki, ilk vaxtlar çox az insan iştirak edib. The help from the Canadian government, Kanada hökuməti çox kömək etmir axı. Bir də səhvdir. The history of the Special Olympics, the Dr. Hayden's experiments with people, different games, bəlcə zibəndir. Xüsusi olimpiyadaların tarixi. Which statement is false according to the passage? Hansı cavab səhvdir? The Special Olympics is a series of sporting events held around the world. Xüsusi olimpiya oyunları dünya ətrafında keçirilən bir sıra idman oyunlarıdır, düzgündür. The Special Olympics is a sporting event held in every 5 years. Xeyr, hər 5 ildən bir keçirilmir, cavab bir bəndi. Yəni də baxaq. The Special Olympics has developed greatly all over the world. Bütün dünyada çox inkişaf edib. Dr. Hayden said that people with learning difficulties should do exercises. O deyirdi ki, öyrənmə çətinliyi olan insanlar idman etməlidir. The first Special Olympics was organized in Chicago. İlk xüsusi olimpiya oyunları Chicago'da keçirilib. Düzgündür. Cavabımız bir bəndidir. On sual baxırıq. Complete the sentence according to the passage. Tamamlayın fikri. Olympics because few participants took part in the first Special Olympics because çox az iştirakçılar ilk xüsusi olimpiya oyunlarında iştirak etdi. Çünki onların xəbəri yox idi. The government didn't allow everyone to join it. Xeyr, many people didn't like the form. Xeyr, wanted less people. The kinds of sports wanted. Few people had information about it. Çox az insanın xəbəri var idi. Ona görə cavabımız İbəndir. Why did Dr. Hayden have to ask Rosie Kennedy for help? Niyə Rosie Kennedy'dən kömək istədi? Çünki maliyyə dəstək almaq istəyirdi. As he couldn't get enough support from the Canadian government. Bəli, düzgün yazılıb. Kanada hökumətindən dəstək ala bilmədiyi üçün Rose Kennedy'dən dəstək istədi. Because Rose Kennedy had learning difficulties herself. Xeyr, özünün öyrənmə çətinliyi yox idi. As Rose Kennedy got a physical education in Canada, Rose Kennedy Kanadada fizika üzrə təhsil almışdı. Xeyr, because the Canadian government told him to call her. Kanada hökuməti ona məsləhət görmüş ki, ona zəng etsin. Xeyr,
Because Rose can quickly agree to help him with money. Çünki ona tez pulla kömək edir, heç bir deyil. 13-cü suala baxır. Which statements are true according to the passage? Mətnə hansı cavab uyğundur? Dr. Hayden was a very rich and strong man. Xeyr, o varlı değildi. Düzgün cavab axtarırıq. The first Special Olympics wasn't successful. Uğurlu değildi. Niyə axırda deyir ki, however, this is very good start. Yenə də digər variantlara baxaq. The Special Olympic Games were held in 1980s. Bəli, 1960-cı illərdə, 68-ci ildə olub. There are two types of Special Olympics World Games. İki növ xüsusi olimpiya oyunları var. Bəli, cavab 3-4-dür. 3 və 4. 13-cü suala baxaq. These photos were taken with my friend. Taken by my friend with a mobile phone var. Dibəndi. Bu şəkil mənim dostum tərəfindən telefona çəkilib. 14-də baxırıq. Money by the villagers. Bay var, məchulunu verməliyik. They it to the police. Money was found by the villagers. They gave it to the police. Bəli, zaman uzlaşmasına baxın. Məchulunu düz yazıblar burada, ancaq zaman uzlaşmasına fikir verməyib. Was found və gave. C bəndində is found indiki zaman və keçmiş zaman yazıb. B'də indiki ikisi də məchulunda olmayacaq. They gave it to the party. Police. Cavabı bəndi. 15'e baxırıq. Choose the sentence with a passive voice. Məchul növdən cümləsi için ikinci məchul növ. All students wanted to see the exam results. Məchul növ to be isə gələk ING nədir? To be isə gələk feilin üçüncü formasıdır bildiyimiz kimi. Ona görə axtarmalıyıq. To be isə gələk feilin üçüncü forması. Birinci cümlədə yoxdur. İkinci cümlədə is planted. C-yə baxaq. Is görürsünüz feili yoxdur. D-də is feili yoxdur. Yox, nə iz var? Feil də ikinci formadadır. Cavabımız olacaq bir bəndi. Pambıq Azərbaycan müxtəlif hissələrində əkillir. 16'ya baxaq. There is an art collection in the museum. Cavab B olar. Collection sayılır. Müzeydə incəsənət kolleksiyası var. 17'ye baxırıq. Is a person's behavior or way of acting. İnsanın davranışı, vərdişlərdir. Məna habit is a person's behavior. Bəndi düzgündür. İnsanın vərdişi, davranış qaydası. 18'e baxırıq. My mother is very tired. Mənim anam çox yorğun idi. I must help her. Yorğundur, mən ona kömək etməliyəm. Bir bəndi olar. 19'a baxırıq. The information in these books. Baxın, indən əvvəlki sözə baxırıq. Uzlaşma ona görə gedir. Information sayılmır. Is veririk, was veririk. Bəli, düz yazıblar. 2-5. Davam edək. 20-ci suala baxırıq. Baxın. This man's luggage was very heavy. Bəli, mən cəmdədir, this cəmdə verib. Luggage süzgündür. Bəndi dilində. Baxın. Bir də those men's olmaz, mən cəmlənmir. This man, this cəmdədir, mən təkdədir. Buna diqqət etiniz. That man's ola bilməz. Bəndini səhv yazıblar. These men's. Mən cəmdədir, this'i təkdə verib. 21'e baxırıq. What is making coffee today? No. Who is making coffee today? Bugün kofini kim hazırlayacaq? They didn't invite me to the party. Onlar məni partiyə dəvət etmədilər. Because I didn't go. Çünki mən getmədim. Yox. So I didn't go. Və beləliklə mən getmədim. 23'e baxırıq. Honest, patient, creative. Being able to wait for a long time. Bu patient'dır. 2A idi. Çox gözləyə bilən adam. Honest, having a lot of imagination, new ideas, always telling the truth. Həmişə düzgünlüyü deyən honestdir. Patient, səbirlidir. A bəndi. İşte creative. B bəndi. C, A, B hansı haftadır? E. 24'e baxırıq. Choose a verse with a clause
Meaning yaxın mənalı sözü tapın. Rice, nice, beautiful, gözəl. Happy, sad, olmaz. Tall, short, əksi. Old, rude, difficult, easy, bəli, eybəndi, düzgündür. Which pairs are antonyms? Hansılar antonimdir? Dangerous, safe, boring, interesting, 1-4. Darıxdırıcı, maraqlı, təhlükəli. Mətnimiz də çox asan düşüb. Belə bir mətn 20 sınav imtahanında var idi. Diqqətli olun. Suallarınız varsa şərhlərdə görüşərik. Kanalımıza abunə olub like etməyi unutmayın. Uğurlar hər birinizə.